Salam. Bugünkü bölməmiz atmosfer bölməsi, yerin hava təbəqəsi, günəş radiasiyası. Birinci sual. Atmosfer kütləsinin böyük hissəsinin troposferdə cəmlənməsinin səbəbi. Bildiyimiz kimi havanın 80%-i troposferdə cəmləşib. Bu nə ilə bağlıdır? Bu yerin cazibə qüvvəsi ilə bağlıdır. Çünki yerə yaxın məsafədə cazibə qüvvəsi daha çox olduğu üçün ona görə də hava təbəqəsi daha çox troposferdə cəmləşib. A variantı doğrudur. Enən hava axınlarının üstünlüyü olmaz. Yerin kürə formasında olması birbaşa buna təsir etmir. Yerin günəş ətrafında fırlanması, digər planetlərdə fırlanır günəş ətrafında. Havanın su buxarı ilə doyması bunun heç bir aidiyyatı yoxdur. Doğru cavab A variantı. İkinci sual. Düz radiasiyanın böyük qiymət almasında daha çox təsir edən amillər. Deməli, düz və səpələnən radiasiya var. Bildiyimiz kimi düz radiasiya bulutsuz havada olur. Səpələnən radiasiya isə bulutlu havada olur. Radiasiyanın qiyməti daha çox bulutluqla bağlıdır. Düz radiasiyanın böyük qiymət aldığı ərazilər tropik enliklər və qütblərdir. Çünki orada buludluq azdır. Deməli, burada doğru cavab olacaq ikinci sualda A variantı. Üçüncü sual. Yüksək dağlıq ərazilərdə, dağ zirvələrində günəş radiasiyasının çox olmasına baxmayaraq, qar və buzlaqların əriməməsinin səbəbi. Buludluğun çox olması yüksək dağlıq ərazilərdə buludluq çox olmur. Orta dağlıq ərazidə buludluq çox olur. Bitki örtüyü ilə də sıx örtülü olmur. B variantı zirvələrdə buludluğun yağıntının çox olması bu da olmayacaq. Çünki orta dağlıqda bulud yağıntı çox olur. D variantında atmosfer təzyiqinin aşağı olması, buludluğun çox olması. Buludluğun çox olması olmayacaq. Y variantı fiziki aşınmanın intensiv getməsi, temperaturun. Yüksək dağlıq ərazilərdə fiziki aşınma intensiv getmir. İsti quraq ərazilərdə fiziki aşınma daha intensiv gedir. Doğru cavab olacaq burada C variantı. Orta illik temperaturun aşağı olması və səthin əks elətdirmə. Yüksək dağ zirvələrində əsasən qar və buzlaqlar olduğu üçün onların əks etməsi albedosu yüksəkdir. Bildiyimiz kimi qar və buz gələn şüaların 90-95%-ni əks elətdirir. Ona görə doğru cavab olacaq C variantı. Dördüncü sual. Orta dağlıqdan zirvəyə doğru günəş radiasiyasının miqdarının artmasının səbəbi dağlıq ərazilərdə ən çox günəş radiasiyası, ən çox buludluğun olduğu yer orta dağlıq ərazidir. Orta dağlıq ərazilərdə buludluq çoxdur. Orta dağlıqdan yüksək dağlığa doğru getdikcə buludun miqdarı azalır. Əgər buludluq azalırsa, günəş radiasiyasının miqdarı artacaq. Bunlar tərs mütənasibdir. Bulud olan yerlərdə günəş radiasiyası az olur. Deməli, orta dağlıqdan yüksək dağlığa doğru buludluq azaldığı üçün günəş radiasiyasının miqdarı artmış olur. Burada doğru cavab olacaq Y variantı. Beşinci sual. Ayda sutkalıq temperatur amplitudunun 300 dərəcəyə qədər olmasının səbəbi. Ayda atmosfer yoxdur və yaxud çox seyrəkdir. Atmosfer ümumiyyətlə ərazini çox qızmaqdan və çox soyumaqdan qoruyur. Yerdə bu şəkildədir. Yerdə atmosfer, sıx atmosfer olduğu üçün gündüzlər çox qızmadan, gecə isə çox soyumadan qoruyur. Amma ayın sıx atmosferi olmadığı üçün ayda gündüzlər temperatur müsbət 150-160 dərəcəyə qədər çatır. Gecələr temperatur mənfi 150 dərəcəyə qədər soyuyur. Yəni ayın sıx atmosferinin olmaması amplitudun 300 dərəcəyə qədər olmasına gətirib çıxarır. Amplitud gecə və gündüz arasında temperatur fərqidir. Deməli, burada doğru cavab olacaq Y variantı. Sıx atmosfer təbəqəsinin olmaması. Altıncı sual. Ayın ətrafında sıx atmosfer təbəqəsinin olmamasının nəticələri. Nəticələri soruşur burada. Səthində meteoritlər daha az düşməsi, əksinə meteoritlər çox düşür. Sutkalıq temperatur amplitudunun böyük olması. Bəli, gündüzlər 150-160 dərəcəyə qədər qızır, gecələr də bir o qədər soyuyur. C variantı sutkalıq temperatur amplitudunun çox az olması bu yanlış cavabdır. Deməli, sutkalıq temperatur amplitudu az ola bilməz.
Burada doğru cavab B variantıdır. Digər variantlara da baxaq biz görək nə variantlar var. Gündüzlər temperatur aşağı deyil, 150-160 dərəcəyə qədər qızır. Y variantı səthində endogen proseslərin zəifləməsi. Endogen proseslərə e, atmosferin çox bilavasitə əlaqəsi olmayacaq. Endogen proseslər yerin daxilində baş verən proseslərdir. 7-ci sual. Troposferdə havanın qızmasının əsas mənbəyi. Ümumiyyətlə, günəş şüaları əvvəlcə yer səthini qızdırır, hava şəffaf olduğu üçün. Əvvəlcə yer səthini qızdırır. Troposfer qatı sadəcə troposfer qatı yerdən qızır. Ona görə də yer səthində yuxarı getdikcə hər 1000 metrdə temperatur 6 dərəcə azalır. Çünki troposfer qatı yerdən qızır. Deməli, troposferdə havanın qızmasının mənbəyi yerin qızmış səthidir. Sadəcə bu atmosferin qatlarından troposferə aiddir. 8-ci sual. Cənub qütb dairəsi daxilində ümumi radiasiyanın kəmiyyətinin daha çox olduğu aylar şimal qütbü ilə cənub qütbü bir-birinin əksidir. E, Yay və qış məsələsi və yaxud fəsillər məsələsi ümumiyyətlə şimal yarımkürəsi ilə cənub yarımkürəsi bir-birinin əksidir. Ümumi radiasiyanın qiyməti şimal yarımkürəsində iyun-iyul aylarında, yəni ilin isti dövrlərində çox olur. Cənub yarımkürəsində ilin isti dövrü deyərkən şimal yarımkürəsinin tam əksi dekabr-yanvar ayları nəzərdə tutulur. Deməli, dekabr-yanvar aylarında burada günəş radiasiyası çox olacaq. 8-də B variantı. 9-cu sual. Hidrosferə doğru havanın temperaturu, troposferin əsas xüsusiyyətlərindən biri hündürlüyə doğru havanın temperaturunun və təzyiqinin azalması. Bəli, elə A variantı doğrudur. B variantında havanın temperaturunun hündürlüyə doğru artması bu temperatur inversiyası adlanır. Bu əsas proses deyil. Bu az hallarda müşahidə olunur. C variantı yerin daxili enerjisinin təsiri ilə qızması. Yerin daxili enerjisi müəyyən qədər təsir edir, amma səbəb deyil. Yerin daxili enerjisi deyərkən geotermal enerji, isti bulaqları deyə bilərik. D variantı havanın temperaturunun yuxarıya doğru dəyişməz qalması bu doğru deyil. Y variantı ultrabənövşəyi şüaları udması nəticəsində radiasiya balansının pozulması. Ultrabənövşəyi şüaları udsa da radiasiya balansı pozulmur. A variantı doğru cavabdır. Bir də ki, ultrabənövşəyi şüaları udan troposfer deyil, ultrabənövşəyi şüaları udan ozon təbəqəsidir. Ozon təbəqəsi də əsasən stratosferdə yerləşir. 10-cu sual. Udulan günəş radiasiyasının kəmiyyətinin daha az olduğu ərazi. Deməli, udulan günəş radiasiyasının az olması o deməkdir ki, əks olunan radiasiya, yəni albedo daha çoxdur. Qütb və qütb ətrafı ərazilərdə buzlaq sahələri çox olduğu üçün buzlaqlar gələn şüaların 90-95%-nə qədər əks elətdirir. Deməli, biz burada götürməliyik B variantını. Albedonun əks olunan radiasiyanın daha çox olduğu variantı B variantı. 11-ci sual. Günəş radiasiyasını daha az əks elətdirən səth örtüyü. A variantında buzlaq bilirik ki, çox əks elətdirir. B variantında qar örtüyü çox əks etdirir. D variantında qar örtüyü çox əks etdirir. Y variantında buzlaq və qar örtüyü çox əks elətdirir. Doğru cavab olacaq C variantı. Yaşıl çəmən, qara torpaq və meşə. Məsələn, bunlardan desək, qara torpaq gələn şüaların 75%-nə qədərini udur. Meşəyə gələn şüaların hardasa bir 70%-ni udur. C variantı doğru cavabdır. 12-ci sual. Ştriklənmiş ərazilərin ümumi xüsusiyyətləri. Ştriklənmiş ərazilərə baxsaq, görərik ki, bu ərazilər hansı ərazilərdir? Ərəbistan, Afrika göstərilib, Şimali Afrika. Burada Namib səhrasıdır. Avstraliyanın mərkəzi səhralarıdır. Atakama səhrasıdır. Orta Asiyada Qızılqum səhrası olan yerdir. Səhra ərazilər. Biz səhralara aid olan xüsusiyyətlər götürməliyik. İllik temperatur amplitudunun sutkalıq amplituddan böyük olması.
Bu soyuq ərazilər üçün daha çox xarakterikdir. İllik temperatur amplitudunun sutkalıqdan böyük olması. B variantı düz radiasiyanın kəmiyyətinin böyük olması. Bu doğru cavabdır. Bilirik ki, səhralarda buludluq az olduğu üçün düz radiasiya daha çoxdur. C variantında səpələnən radiasiyanın böyük olması bu ekvatorial və mülayim enliklərə aiddir. D variantında daimi küləklərin yarana bilməməsi, tropiklərdən başlayan, bu ərazilər tropik enliklərə düşür. Tropiklərdən başlayan iki dənə daimi külək var. Həm passat küləkləri, həm qərb küləkləri, hər ikisi tropik enliklərdən başlayır. Deməli, bu da olmayacaq. Havanın qalxan hərəkəti deyil. Qalxan hərəkət ekvatorial və mülayim enliklərdə olur. Səhralarda havanın enən hərəkəti olur. B variantı doğru cavabdır. 13-cü sual. Albedonun ən kiçik olduğu səth örtüyü və bunun səbəbi. Deməli, albedonun çox olduğu səthi biz bilirik. Albedonun çox olduğu təzə qar və buzlaqdır. Qara torpaq təqribən 75% udur, 25% əksilətdirir. Buz səthi 90-95% əksilətdirir. Qum 40% əksilətdirir, 60% udur. Meşə örtüyü 70% udur, 30% əksilətdirir. Doğru cavab burada su səthidir. Su səthi 85-90%-ə qədər maksimum e, udur, cəmi 10-15% əksilətdirir. Burada da səbəb istilik tutumunun yüksək olması. Hansı səthlər daha çox udursa, deməli onun istilik tutumu daha çoxdur. Y variantı doğru cavabdır. 14-cü sual. Albedonun ən yüksək olduğu səth örtüyü və bunun səbəbi. Albedonun ən çox olduğu, yəni əks etdirmə qabiliyyətindən gedir söhbət. Buz və təzə qardır. Burada ya A variantı ya D variantı olmalıdır. Amma bu səthində sıxlıq böyük deyil. Ona görə də A variantını çıxmaq lazımdır. Qar örtüyü istilik tutumunun az olması. Bəli. Qar gələn şüaların, təzə yağmış qar gələn şüaların sadəcə 5-10%-nə qədərini uda bilir. Geri qayıdan hissəsi isə əks olunur. Deməli, nə qədər az udursa, istilik tutumu o qədər az deməkdir. Ən çox istilik tutumu sudadır, çünki çoxudur. Ən az istilik tutumu isə təzə qar və buzlaqdadır. 15. Düz radiasiyanın üstün olduğu ərazilər üçün səciyyəvidir. Düz radiasiya tropik və qütblər üçün xarakterikdir. Düz radiasiyanın olduğu yerlərdə e, enən hava müşahidə olunur, yüksək təzyiq, 2 olacaq. Bulud az olur, yağıntı da az olur ona görə və intensiv fiziki aşınma. 2, 3, 4. Bunlar doğru cavabdır. Məsələn, düz radiasiyanın üstün olduğu tropik səhraları götürə bilərik. Orada enən havadır, yağıntı az düşür və intensiv fiziki aşınma müşahidə olunur. 2, 3, 4 doğru cavabdır. 16-cı sual. Düz radiasiya, səpələnən radiasiya. Buludluq az olan yerlər üçün səciyyəvidir. Bu düz radiyasiyaya aid olacaq. Coğrafi ellikdən asılı olaraq dəyişir. Hər ikisinə aid olacaq. Əksər hallarda düzənlikdən orta dağlığa doğru artır. Orta dağlığa doğru buludun miqdarı artdığı üçün səpələnən radiasiya da artır. Bu səpələnən radiyasiyaya aid olacaq. Azərbaycanın Naxçıvan Muxtar Respublikası və Kür-Araz ovalı üçün səciyyəvidir. Bildiyimiz kimi hər iki ərazi quraq ərazidir, buludluq azdır. Ona görə düz radiasiya olacaq orada. Miqdarı kalori ilə ölçülür. Bu hər ikisinə aiddir. Deməli, 1-ə 1,4, 2-ə 3, 3-ə 2,5 B variantı doğrudur. 17-ci sual. Ekvatordan qütblərə doğru günəş radiasiyasının illik kəmiyyətinin düzgün dəyişməsini düzgün əks etdirən qrafiki müəyyən etməliyik. Ekvatorda günəş radiasiyasının miqdarı 140-150, tropik enliklərdə 200-220, mülayim enliklərdə 100-140, qütblərdə isə 50-60 kilokaloriyə çatır. Deməli, ekvatorial ərazilər 100-140-150 kilokaloridən başlamalıdır. Aşağıda bizə enlikləri verib. Biz baxırıq ki, ekvator 0 dərəcə ekvatordur. Burada 50-dən aşağı başlayıb olmaz. B variantında 200-dən yuxarı başlayıb. Bu da olmaz. Digər variantlara baxaq.
C variantında 150'ye yaxın başlayıb tropikə doğru getdikcə tropik 20 dərəcəyə yaxındır. 200-ü keçib qütblərə doğru azalır. C variantı doğru cavabdır. D variantı ona görə olmur ki, ekvatordan artıb, sonra mülayimdə azalıb, sonra qütblərə doğru artıb. Ola bilməz. Y variantı da ekvator, yəni 0 dərəcə enlik 100-dən aşağı başlaya bilməz. Doğru cavab 17-də C variantı. 18-ci sual. Deyir ki, sxemdə verilmiş A dağına günəş şüalarının il boyu eyni istiqamətdə düşdüyünü nəzərə alaraq düzgün olmayan coğrafi ifadəni müəyyən edin. Deməli, şimal yarımkürəsində yerləşən dağların cənub yamacına il boyu günəş şüaları çox düşür. Bu dağda cənub yamacına çox günəş şüaları düşdüyü üçün, deməli, şimal yarımkürəsində olan bir dağdır. Cənub yamaca günəş şüaları çox düşdüyü üçün həmişə temperatur cənub yamacda daha çox olur. Şimal yamacdan daha az çox olmuş olur. Şimal yamaca günəş şüaları daha kiçik bucaqla düşər. Bu doğrudur. Bizə səhv olan variant lazımdır. Cənub yamacda qar xətti şimal yamaca nisbətən daha alçaqdan deyil, daha hündürdən keçəcək. Çünki biz bilirik ki, temperatur artdıqca qar xəttinin hündürlüyü artır. Cənub yamacda daha isti olduğu üçün qar xətti şimal yamaca nisbətən daha yuxarıdan keçməlidir. Yəni bu şəkildə bir şey olmalıdır. Şimal yamacda qar xətti aşağıdan keçəcək, cənub yamacda isə daha yuxarıdan keçəcək. B variantı yanlış cavabdır. 19-cu sualda diaqramda müxtəlif xarakterli sərt örtünün albedosu verilmişdir. Müvafiq olaraq aid olduğu sərt örtünün tipini müəyyən edin. Ən az albedo birinci ən azdır, dördüncü isə ən çoxdur. Dördüncü 80%-i keçib. Deməli, ən az albedo sudadır. Birinci su olmalıdır. Dördüncü isə qar və buz olmalıdır. Birinci su olan 3 dənə cavab var. Dördüncüyə baxmaq lazımdır. Dördüncü qar olan sadəcə bir dənə cavab var. Deməli, 19-da, yox, daha doğrusu mən baxdım, meşə. Meşə var burada. Bu olmaz. Qum var, olmaz. Dördüncü qara torpaq olmaz. Qara torpaq olmaz. C variantı doğru cavabdır. Su, qum, meşə, qara torpaq. Bu şəkildə olmalıdır. Deməli, bunların albedosunu desək, su təxminən gələn şüaların 90%-ni udur, 10% albedo var. Qumda 40% albedo var. Meşədə 30% albedo var. Qarda e, 90-95%-ə qədər albedo var. Qara torpaqda albedo 25%-dir. C variantı doğru cavabdır. Xəritə sxemdə verilmiş rəqəmlərə əsasən səpələnən radiasiyanın üstünlük təşkil etdiyi ərazi və buna uyğun əlamətləri müəyyən edin. Biz bilirik ki, səpələnən radiasiya ekvatorial və mülayim enliklərdə çox olur, buludun çox olduğu yerdə. Ekvatora düşən ərazilər 2, 5, 6-dır. 3, 1, 3, 4 isə tropik enliklərdir. Onları götürə bilmərik. Cavabda olmalıdır 2, 5, 6. 1-ə aiddir 2, 5, 6. Bu sadəcə 2 dənə cavabda var. Və xüsusiyyətləri də deyir bizə. Fəsillər aydın müşahidə olunmur ekvatorda. Bu ola bilməz. Alçaq təzyiq sahəsində yerləşir. Doğrudur. Sutkalıq və illik temperatur amplitudu kiçikdir. Bu da doğrudur. Buxarlanma qabiliyyəti aşağı deyil. İsti yerlərdə buxarlanma qabiliyyəti çox olur. Üzvü aşınma üstünlük təşkil edir. Bu da doğrudur. Deməli, doğru cavab olacaq B, C, Y. D variantı doğru cavabdır. 21-ci sualda deyir ki, düz radiasiyanın üstün olduğu ərazilər və xüsusiyyətləri soruşur bizdən. Düz radiasiya bilirik ki, tropik və qütb enliklərində üçün xarakterikdir daha çox. Deməli, 2, 5, 6 ola bilməz. Bunlar ekvatorda yerləşir. 1, 3, 4 olmalıdır tropik enliklər. Cavablarda 1, 3, 4 varsa onları seçməliyik. A variantı və D variantı var. İfrat rütubətlənmə olmaz. A variantını çıxırıq. Bol sulu çaylar da olmaz. Bu ekvatora aiddir. Və nisbi rütubətlə yüksək olmayacaq. Tropik səhralarda nisbi rütubət ən azdır. C, D, Y doğru cavabdır. Yəni A variantı doğru cavabdır.
22. Ümumi günəş radiasiyasının 40%, yəni 36 kilokalorisi yer səthi tərəfindən udulmuşdur. Müvafiq olaraq ümumi və əks olunan radiasiyanı tapın. Deməli, 36 kilokalori 40%-dir. Bizə belə deyir. 40% udulub. Buradan belə bir nəticəyə gəlirik ki, əgər 40% udulubsa, 60% də əks olunub. Bizdən əks olunanı və ümumini soruşur. X bərabərdir 36 vuraq 60 bölək 40-a. Bu da bərabərdir 54. Biz əks olunan radiasiyanı da tapdıq. Biz bilirik ki, əks olunanla udulan radiasiyanın cəmi bizə ümumi radiasiyanı verir. Bizdən ümumi radiasiyanı da soruşur. 36 udulandır, 54 əks olunandır. Bunların cəmi olacaq ümumi radiasiya. 90 da olur ümumi radiasiya. Deməli, doğru cavab olacaq. Birinci bizdən ümumini soruşurdu, sonra əks olunanı. Doğru cavab olacaq D variantı. 23-cü sual. Ümumi günəş radiasiyasının 80 kilokalorisi əks olunmuşdur. Yazırıq ki, 80 kilokalorinin 40% isə bu əks olunandır. Buradan belə bir nəticəyə gəlirik ki, 40% əks olunubsa, deməli 60% udulub. Cəmi 100% eləməlidir. Udulan. X. X bərabərdir 60 vuraq 80 bölək 40. Bu eləyəcək 120. Biz udulan radiasiyanı da tapdıq. Bilirik ki, udulan və əks olunan radiasiyanın cəmi bizə ümumi radiasiya verir. 80 əks olunandır, 120 də udulandır. Bunları toplasaq eləyəcək 200. 200 də oldu ümumi. İndi biz baxırıq sırasına. Bizdən əvvəlcə ümumini soruşur. Deməli 200 ilə başlamalıdır. Sonra əks olunanı soruşur. Əks olunan da 120-dir. Daha doğrusu udulanı soruşur. O da 120'dir. Deməli doğru cavab Y variantı. 24-cü sual. Ərazidə ümumi günəş radiasiyasının 30%, yəni 45'i əks olunub. Daha doğrusu düz radiasiyanın payına düşür. Buradan belə bir nəticəyə gəlirik ki, 30%'in 45 kilokaloridir. Bu düz radiasiyadır. Deməli 30% düz radiasiyadırsa, 70% də səpələnən olmalıdır. Çünki ikisinin cəmi 100 olmalıdır. Səpələnən. X. X bərabərdir 70 vuraq 45 bölü 30, bu elədir 105. Biz səpələnən radiasiyanın payını tapdıq. Bir doğrudur onda. Səpələnən radiasiya belə bir nəticə gəlir. Bura bir kənara yazım. 70% səpələnəndir. Səpələnən radiasiya çoxdursa, orada yağıntı çox olacaq. 2 olmaz. Bəli, buludlu havalarda səpələnən radiasiya çox olur. Orada qalxan hava olacaq. Fiziki aşınma isti quraq ərazidə olur. Bunu çıxırıq. Qərb küləklərinin təsirinə məruz qalır. Deməli, baxsaq ki, 70% səpələnən radiasiyadır. Yəni mülayim enliklərdən gedir söhbət. Buludluluq və rütubətlilik yüksəkdir. Deməli, qərb küləklərinin təsirinə məruz qalır. Biz burada birbaşa bu suala görə qərb küləklərinin təsirinə məruz qalır və yaxud qalmır, onu deyə bilmərik. Çünki bu sualda hansı ərazi olduğu müəyyən olunmayıb. Ona görə 5-i çıxırıq. Buludluq və rütubət yüksəkdir. Bunu konkret deyə bilərik. Çünki səpələnən radiasiya çoxdursa, orada buludluq da yüksək olacaq, rütubət də. 1, 3, 6 doğru cavabdır. 25-ci sual. Ərazidə günəş radiasiyası 75%-i düz radiasiyanın payına düşür. Deməli, 75% düz radiasiyadırsa, buradan belə bir nəticəyə gəlirik ki, 25% səpələnən radiasiyadır. Səpələnən. İndi biz buradan o 25%-i tapa bilərik. Yazıram ki, 75%-in 165 kaloridirsə, 25%-in
Yəni səpələnəni tapsaq x. X bərabərdir 25 vuraq 165 bölək 75. Bu eləyəcək 55. Deməli biz nə tapmış olduq? Biz onu tapdıq ki, səpələnən radiasiya 55 kilokaloridir. Burada 3 variantını birbaşa götürürük. Səpələnən radiasiya miqdarı 55-dir. E, biz əgər bunun hansı ərazi olduğunu tapmaq istəsək, 55 səpələnəndir, 165 isə düz radiasiyadır. Bunları toplayanda 55 ilə 165-i biz ümumi radiasiyanı almış olacağıq. 55 ilə 165-i toplayanda eləyir 220. Bu oldu ümumi radiasiya. Buradan ərazini artıq müəyyən etmiş ola bilərik. Ümumi radiasiya 220-dirsə, bu tropik enliklərdir. Biz bilirik ki, tropik enliklərdə ümumi radiasiya 200-220 kilokaloridir. Deməli, buradan kimyəvi və üzbaşıma üstün olmayacaq. Bu ekvatorial mülayim enliklərdir. İsti yerlərdə aqroiqlim imkanları çox məhduddur. Bu yanlışdır. İsti ərazilərdə aqroiqlim ehtiyatı çox olur. 3 doğrudur. Tropik enliklərdə havanın enən hərəkətidir. 4 də doğrudur. İl ərzində gecə gündüzün uzunluğu kəskin dəyişir. Bu qütb və qütb ətrafı ərazilərə aiddir. Sutkalıq temperatur amplitudu yüksəkdir. Bilirik ki, ən yüksək sutkalıq temperatur amplitudu səhralara aiddir. Deməli 3, 4, 6 bu sualda doğru cavabdır. 26-cı sual. Albedonun daha yüksək olduğu coğrafi enliklər üçün səciyyəvi olmayan. Albedonun daha yüksək olduğu coğrafi enliklər qütblərdir. Bir kənara yaza bilərik. Çünki qütblərdə gələn şüaların 90-95% əks olunur. Fəsillər il ərzində aydın müşahidə olunur. Bu yanlışdır. Yüksək coğrafi enliklər qütb və qütbə yaxın ərazilərdir. Bu doğrudur. Aqroiqlim ehtiyatı ilə yaxşı təmin olunmuşdur. Yanlışdır. Aqroiqlim ehtiyatı ilə yaxşı təmin olunan ərazilər isti ərazilərdir. Havanın su buxarı ilə saxlama qabiliyyəti aşağıdır. Bu da doğrudur. Bizə doğru lazım deyil. Qalxan hava axınları üstünlük təşkil edir. Bu yanlışdır. Enən hava axınları üstünlük təşkil edir. Qütb gecə gündüzləri müşahidə olunur. Bu doğrudur. Atırıq. Bizə səhv cavablar lazım idi. Səhv cavablar olur 1, 3, 5. 27-ci sual. Düz radiasiya və səpələnən radiasiya. Sutkalıq temperatur bilirik ki, düz radiasiya bulutsuz havada olur, səpələnən bulutlu. Sutkalıq temperatur amplitudu kiçikdir. Bulutlu yağıntılı yerlərdə amplitudu kiçik olur. 20-30 şimal enlikləri arasında müşahidə olunur. Bu düz radiyasiyaya aid olacaq tropik enliklər. Sutkalıq temperatur amplitudu yüksəkdir. Bu da düz radiyasiyaya aid olacaq, çünki tropik enliklərdir. 0-10 dərəcə şimal enliklərində formalaşır. Bunu səpələnən radiasiya deyə bilərik. Yağıntının miqdarı çoxdur. Bu da səpələnən radiasiyaya aiddir. Çünki burada bulutluq çoxdur. Biz birincini tropik enliklər, ikincini isə ekvatorial enliklər olaraq götürə də bilərik. 28-ci sual. Burada ümumi radiasiya, əks olunan və radiasiya balansı göstərilir. Gələn şüanın 90-95% əks olunubsa, birinciyə buz və ya qar deyə bilərik. Gələn şüanın 40% əks olunub, 60% udulubsa, bu qumdur, səthi olaraq. Üçüncüsü, gələn şüanın 85% udulubsa, bu sudur. Səhra və yarım səhralar, belə yazılaq, 1, 2, 3. Səhra və yarım səhralar üçün xarakterikdir. Bu 2-yə aid olacaq quma. Qum və qum daşından ibarət səthlər üçün xarakterikdir. Bu da 2-yə aid olacaq. Dəniz və okeanlar üçün səciyyəvidir. Bu 3-ə aid olacaq. Bulutluğun çox olduğu ərazidə müşahidə olunur. Burada biz bulutluğu görə bilmirik. Arktik buz səhraları üçün xarakterikdir. Bu 1-ə aid olmuş olacaq. 1-ə Y, 2-ə AB, 3-ə C. 29-cu sual, bölmənin sonuncu sualı. 95% əks olunubsa buna buz deyək. Buz və qar deyə bilərik. 60% udulubsa qumdur. Burada 85% udulubsa sudur. 1, 2, 3. Tropik enliklərin səhra və yarım səhralar üçün səciyyəvidir. Bu 2-yə aid olacaq.
Okean və dəniz və körfəzlərdə müşahidə olunur. Bu 3-ə aid olacaq. İstilik tutumu daha çox olan səthlər. Hansı şüaları daha çox udursa, istilik tutumu daha çoxdur onun. Bu suya aid olacaq yenə də 85% udub. İstilik tutumu daha az olan səthlər üçün xarakterlidir. Az udan səth burada buzdur. Demək istilik tutumu azdır. Buludluğun çox olduğu heç birinə aidiyyəti yoxdur. Deməli 1-ə D, 2-ə A, 3-ə B, C doğru cavabdır.